Salamlayıram. Bugün sizinle birlikte çok, fundamental bir sualın cevabını axtaracağıq. Niyə dəyişmək bu qədər çətindir? Həqiqətən də, hamımızı düşündürən bir sualdır. Bəli, mənbələrinizə, xüsusilə də Charles Duhiggin Alışqanlıqların Gücü kitabına baxanda bu sual hər səhifədə sanki əks-səda verir. Sizin qeydlərinizdəki o statistikada heyrətamizdir. İnsanların 75%-i yeni il qərarlarını bir neçə həftədən sonra unudur. Dəhşətli rəqəmdir. Bu, sadəcə iradə gücünün zəif olması məsələsi deyil, elə deyilmi? Sanki beynimiz bizə qarşı işləyir. Tamamilə. Məsələ heç də iradə zəifliyi deyil. Beynimizin necə proqramlaşdırılmasıdır. Bugünkü söhbətimizin məqsədi də məhz bu proqramın, necə deyim, kodunu sındırmaqdır. Çox maraqlıdır. Yəni biz sadəcə vərdişlərin nə olduğunu deməyəcəyik. Onların beynimizin hansı dərinliklərində gizləndiyini, niyə bəzən məntiqə meydan oxuyacaq qədər güclü olduqlarını. Və ən əsası bu gücü öz xeyrimizə necə çevirə biləcəyimizi araşdıracağıq. Məhz elə, bu daha çox cəhd et yanaşması deyil, daha ağıllı cəhd et yanaşması olacaq. Elə isə, gəlin bu sirli mexanizmin içinə baş vuraq. Vərdişlər əslində necə yaranır? Mənbələrinizdəki MIT-də aparılan o məşhur siçan təcrübəsi məncə çox yaxşı başlanğıc nöqtəsidir. Bəli, klassik təcrübədir. Tədqiqatçılar siçanları T-şəkilli bir labirintə qoyurlar. Bir tərəfdə şokolad var, digər tərəfdə heç nə. Başlanğıcda siçanlar labirintə buraxılan kimi beyin fəaliyyətləri partlayır. Hər küncü yiyiləyir, hər divarı cırmaqlayır, yolu tapmaq üçün dəli kimi düşünürlər. Bəli, amma burada əsl seyr bir neçə yüz təkrardan sonra baş verir. Siçanlar şokoladın yerini öyrəndikcə, labirintdə hərəkət edərkən onların beyin fəaliyyəti demək olar ki, tamamilə sönür. Sanki yuxu rejiminə keçir. Belədir. Burada baş verən şey sadəcə enerjiyə qənaət deyil, daha dərin bir prosesdir. Beynin qərar qəbul edən hissəsi, prefrontal korteks, demək olar ki, səssizləşir. O bu vəzifəni beynin daha qədim, daha ibtidai bir hissəsinə, yəni vəriliş mərkəzinə havalə edir. Bu o deməkdir ki, siz işdən evə maşın sürəndə və yolun necə keçdiyini heç xatırlamayanda, əslində şuurlu qərarlar vermirsiniz. Düzdür. Sadəcə beyninizə yazılmış proqram işə düşür. Bu heyrətamızdır. Deməli, biz əslində gündəlik həyatımızın böyük bir hissəsini avtopilotda yaşayırıq. Mənbənizdəki o 40% rəqəmi indi daha mənalı gəlir. Az qala yarısı. Bəli, gündəlik etdiklərimizin az qala yarısı şuurlu seçim deyil, dərin kök salmış proqramlardır. Bu proqramın, yəni vərdiş döngüsünün 3 əsas komponenti var, eləmi? İşarə, rutin və mükafat. Tam olaraq. Və bu döngü gözlədiyimizdən daha sadədir. Təsəvvür edin, işdə oturmusunuz, saat təxminən 3-dür. Birdən-bir yorğunluq, diqqət dağınıqlığı hiss edirsiniz. Bu, işarədir. Siqnal gəlir. Bəli, beyniniz bu siqnalı alır və avtomatik olaraq proqramı işə salır. Rutin. Oturduğunuz yerdən qalxıb mətbəxə gedirsiniz, bir peçeneye götürüb sosial mediaya baxmağa başlayırsınız. Və nəhayət, mükafat. Düzdür. Şəkərin verdiyi ani enerji və sosial medianın diqqətinizi yayındırmasıyla özünüzü bir anlıq daha yaxşı hiss edirsiniz. Beyniniz bu əlaqəni möhkəmcə yadda saxlayır. Saat 3 yorğunluğu bərabərdir peçeniyə və telefon, o da bərabərdir müvəqqəti rahatlıq. Və bu döngü hər dəfə təkrarlananda o nevroloji əlaqələr daha da güclənir. Bəli, getdikcə güclənir. Bu döngəni anlamaq bir şeydir, amma bəzi vərdişlərin niyə bu qədər sarsılmaz olduğunu anlamaq tam başqa bir şeydir. Bu məqamda mənbələrinizdəki Ojen adlı xəstənin hekayəsi ağlımdan çıxmır. Çox təsirli hekayədir. Onun beyni bir virus nəticəsində o qədər zədələnib ki, qısa müddətli yaddaşı demək olar ki, yoxdur. Evinin planını xatırlamır. Amma hər səhər ayağa qalxanda, heç düşünmədən yataqdan qalxır, birbaşa mətbəxə gedir, dolaba açıb, fıstıq əzməsi olan bankanı tapıb yeyir. Bu necə ola bilər? Bəli, yaddaşı olmayan bir insan bunu necə bacarır? Məhz. Bax, bu sualın cavabı vərdişlərin əsl gücünü ortaya qoyur. Ogenin hekayəsi bizə göstərir ki, vərdişlər yaddaşın saxlandığı yerdə, yəni beyin qabığında deyil. Daha dərin bir yerdədir. Bəli, beynin mərkəzində. Nevroloji nüvələr, yəni bazal qangliya adlanan çox qədim və davamlı bir strukturda saxlanılır.
Bu struktur o qədər qorunur ki, hətta beynin digər hissələri ciddi zədə alsa belə, o işləməyə davam edir. Deməli, Ogenin mətbəxə getmə vərdişi onun beyninə fiziki olaraq həkk olunub. Bir növ nevroloji cığ kimi. Acılıq hissi, yəni işarə gələn kimi, onun beyni avtomatik olaraq bu cığılla hərəkət edir. Deməli, biz təkcə pis bir ideya ilə mübarizə aparmırıq, beynimizdəki fiziki bir quruluşa, bir naqilə qarşı mübarizə aparırıq. Amma məsələ təkcə bu avtomatik hərəkətdə deyil, mənbənizdə vurğulanan başqa bir amil də var. İstək. Craving, bəli. Deyilir ki, vərdiş döngüsü təkrarlana, beynimiz mükafatı əvvəlcədən gözləməyə başlayır. Bəli, və bu işin ən kritik nöqtəsidir. Artıq işarə gələn kimi beyin mükafatı şiddətlə arzulamağa başlayır. Məsələn, siqaret çəkən insan üçün siqaret qutusunu görmək, yəni işarə, təkcə siqaret çəkmək hərəkətini, rutini tətikləmir. O, artıq o hissi istəyir. Məsələ, o anda beyin nikotinin verəcəyi o rahatlama hissini, mükafatı o qədər güclü şəkildə istəyir ki, bu demək olar ki, fiziki bir ehtiyac kimi hiss olunur. Artıq mükafatın özü deyil, mükafatı olan bu dözülməz istək vərdişin əsl mühərrikinə çevrilir. Maraqlıdır. Amma işin maraqlı tərəfi odur ki, bu istək neytral bir qüvvədir. O bizi idman zalına getməyə də məcbur edə bilər. Çünki beynimiz məşqdən sonraki endorfin partlamasını arzuluyur. Yaxşı, vəziyyət aydındır. Vərdişlər beynimizin zədəyə davamlı bir hissəsinə fiziki olaraq həkk olunub və şiddətli istəklərlə qidalanır. Düzünü desəm, bu biraz ümidsiz səslənir. Biraz qorxuducu gəlir qulağa. Əgər bu qədər dərin və daimidirlərsə, onları dəyişməyə cəhd etməyin bir mənası varmı? Yoxsa biz sadəcə bu proqramların məhkumuyuq? Deyil. Amma onun üzərindən keçən daha yeni, daha güclü bir cığır inşa edə bilərsiniz. Məhz burada Duhigenin təklif etdiyi qızıl qayda dövrəyə girir. Fikir budur, köhnə işarəni və mükafatı saxlayın, sadəcə aradakı rutini dəyişdirin. bir dəqiqə, bu qədər. Yəni bu həddən artıq sadə səslənir. Demək istəyirsiniz ki, əgər mənim gün orta saat 3-də pişiniyə yemək vərdişim varsa, işarə, yəni yorğunluq gələndə sadəcə qalxıb peçiniyə yemək əvəzinə 5 dəqiqə gəzişsəm, beynin fərqi bilməyəcək. Buna inanmaq biraz çətindir. Mütləq bir əmması olmalıdır. Amması var əlbəttə, amma əvvəlcə niyə işlədiyini deyim. Beyniniz peçenye yox, peçenyanın verdiyi nəticəni diqqətin dağılmasını, bir anlıq fasiləni istəyir. Aydındır. Mükafat istəyir. Bəli, əgər siz qalxıb bir həmkarınızla 5 dəqiqə söhbət etsəniz, bu yeni rutindir. Eyni mükafatı, yəni fasilə və diqqətin yayındırılmasını əldə etmiş olursunuz. İşarə eynidir, mükafat eynidir. Sadəcə aradakı vasitə dəyişir. Zamanla da beyin buna öyrəşir. Düzdür. Zamanla beyin yeni rutini də eyni dərəcədə qənaətbəxş hesab etməyə başlayır. Ancaq sizin dediyiniz əmma stres anlarında ortaya çıxır. Çünki ciddi stres altında beyin yeni, düşüncə tələb edən yolları axtarmağı dayandırır və ən yaxşı bildiyi, ən avtomatik, ən dərin cığıra, köhnə vərdişə qayıdır. Bax, bu əsl problemdir. Stresli bir günün sonunda hamımız bunu yaşamışıq. Bütün planlar unudulur və özünü soyuducunun qabağında tapırsan. Bu anlarda məsələ artıq qızıl qaydadan çıxır, sanki hər şey saf iradə gücünə bağlı olur. Hamı da düşünür ki, iradəm zəifdir. Amma mənbələriniz iddia edir ki, təkcə iradə gücünə güvənmək məğlubiyyətə məhkum bir strategiyadır. Onu bir əzələyə bənzədirlər. Bəli, və bu çox güclü bir bənzətmədir. Bütün gün işdə çətin qərarlar vermisinizsə, müdirinizin tənqidinə səbirlə qulaq asmısınızsa, uşağın ev tapşırığına kömək etmisinizsə, siz bütün gün iradə əzələnizi işlətmisiniz. O yorulub. Enerjisi bitib. Bitib. Axşam divanda uzanıb o tort dilimini yeməmək üçün lazım olan iradə gücü sadəcə olaraq tükənib. Bu sizin zəif olduğunuz anlamına gəlmir. Sadəcə batareyanızın boşaldığı anlamına gəlir. Mən bu iradə əzələsi bənzətməsini tam qəbul edə bilmirəm. Sanki biraz bahanə kimi səslənir. Axı ətrafımızda sanki sonsuz iradə gücünə malik insanlar var. Bəzi insanların əzələsi niyə digərlərindən qat-qat güclü görünür? Çox gözəl sualdır. Onların əzələsi daha güclü deyil. Onlar sadəcə ondan daha az istifadə edirlər. Onlar həyatlarını elə qururlar ki, hər addımda iradə gücünə ehtiyac qalmır.
Ağıllı strategiya. Məhz burada iradədən daha güclü strategiyalar dövrəyə girir. Birincisi, kiçik addımlarla başlamaq. Məsələn, hər gün 1 saat idman edəcəyəm demək əvəzinə, hər səhər cəmi 5 dəfə şünat edəcəyəm deyirsiniz. Bu o qədər asandır ki, bəhanəyə yer qalmır. Düzdür, buna yox demək üçün heç bir bəhanəniz olmur. Və bu kiçik qələbə beyninizə mən bunu edə bilən biriyəm siqnalını göndərir. Digər bir möhtəşəm konsepsiya isə kilid vərdişlərdir. Yəni Keystone Habits. Bəzi vərdişlər var ki, domino daşları kimidir. Birini itələyən kimi o öz ardınca bir çox başqa müsbət dəyişikliyi gətirir. Domino effekti yaradır. Bəli, mənbənizdəki spikerin 45 yaşında pilatesə başlaması hekayəsi buna əla nümunədir. Bu sadəcə bir idman vərdişi deyil, onun bütün həyatını dəyişən bir katalizator olur. Dəqiq olaraq, pilatesə başlayır. Bu kilid vərdişdir. İdmanda çəkdiyi əziyyəti boşa verməmək üçün daha sağlam qidalanmağa başlayır. Mantıqlıdır. Daha yaxşı qidalandığı üçün daha enerjili olur və daha yaxşı yatır. Yuxusunu aldığı üçün işdə daha məhsuldar olur. Görürsünüz, sadəcə bir vərdiş bütün həyat tərzində zəncirvari reaksiya yaradır. Hər kəs üçün də bu kilit vərdiş fərqli ola bilər. Əlbəttə, bəzisi üçün bu, hər səhər yatağını yığmaqdır, çünki bu günə nizam-intizamla başlamaq hissi verir. Bəzisi üçün isə xərclərini qeydə almaqdır. Məsələ həyatınızdakı o ilk doğru domino daşını tapmaqdır. Deməli, iradə gücümüzə güvənmək əvəzinə sistemi özümüzə işlədəcək şəkildə qurmalıyıq. Bu mənim mühitin gücü mövzusuna gətirir. Deyilir ki, davranışlarımızı idarə edən o işarələri, yəni tetikləyiciləri özümüz idarə etməliyik. Bu, bəlkə də ən güclü və ən az qiymətləndirilən strategiyadır. Mühitinizi nizamlayın, vərdişlərinizi idarə edin. Gitara öyrənmək istəyirsiniz, amma heç məşq etmirsiniz. Əgər gitara qılıfında, şkafın dərinliyindədirsə, heç ağlınıza da gəlməyəcək. Bəli, onu əlinizə almaq ehtimalınız sıfıra yaxındır. Amma gitaranı qılıfından çıxarıb divanın yanındakı stendə qoysanız, o sizin üçün daimi bir vizual xatırlatma, bir işarə olacaq. Hər dəfə onu görəndə gərək bir neçə akkord çalım deyə düşünəcəksiniz. Mühiti dəyişdiniz, davranışınızı da dəyişdiniz. Mühiti tənzimləməklə yanaşı daha 2 praktik texnika var. Biri vərdişləri zəncirləmək, yəni yeni bir vərdişə artıq möhkəm olan köhnə bir vərdişə bağlamaq. Bəli, çox effektivdir. Məsələn, hər səhər qəhvəmi hazırladıqdan bu köhnə vərdişdir, dərhal sonra 5 dəqiqə meditasiya edəcəyim. Bu da yeni vərdiş. Köhnə vərdiş, yeni vərdiş üçün işarə rolunu oynayır. Digəri isə mənim ən sevdiyim prinsipdir. Sürtünməni artırmaq və ya azaltmaq. Yaxşı vərdişləri asanlaşdırın, pis vərdişləri çətinləşdirin. Bu necə olur? Daha çox meyvə yemək istəyirsinizsə, almanı soyuducunun dərinliyində yox, mətbəx masasındakı bir qabın içində göz önündə saxlayın. Sürtünməni azaldın. Pis vərdişlər üçün isə bunun tam əksini edirik. Onu etməyi inanılmaz dərəcədə əziyyətli və bezdirici hala gətiririk. Məhz elə. Məsələn, axşamlar telefonda mənasız yerə çox vaxt keçirirsinizsə, hər axşam saat 10-da telefonun şarj cihazını başqa otağa aparın. Gecə yataqda uzanıb telefona baxmaq istəyəndə isti yorğandan çıxıb o bir otağa getmək məcburiyyətində qalacaqsınız. Çox vaxtda tənbəllikdən getməyəcəksiniz. Məqsəd onu qeyri-mümkün etmək deyil, sadəcə o qədər bezdirici etməkdir ki, əşi dəyməz deyib vaz keçəsiniz. Tamamilə. Bu strategiyaların hamısı rutini dəyişmək, kiçik addımlar, mühiti tənzimləmək çox güclüdür. Amma bunların hamısını bir yerdə saxlayan bir təməl var. Bütün bu alətlərin işləməsi üçün lazım olan bir fundamental şərt. Və bu şərt bütün metodların fövqündə dayanan bir şeydir. Dəyişimin mümkün olduğuna həqiqətən inanmaq. Əgər siz daxilən, lap dərinliklərdə bir yerdə dəyişə biləcəyinizə inanmırsınızsa, heç nə işə yaramayacaq. Bəli, dünyanın ən yaxşı strategiyaları belə sonda uğursuz olacaq. Məhz elə. Bu sadəcə pozitiv düşüncə deyil. Bu bir növ qazanılmış inancdır. Bəs bu inancı sıfırdan necə qurmaq olar? Mənbələriniz 2 konkret yol təklif edir. Birincisi, sosial dəstək. Yəni ətraf. Bəli. Sizə inanan insanların ətrafınızda olması sizin öz inancınızı da artırır. Bu, anonim alkoqoliklər qruplarının möcüzəvi uğurunun səbəbidir. Orada insanlar tək olmadıqlarını, başqalarının da bu yoldan keçdiyini və bacardığını görürlər. Bu, əgər o bacarıbsa, bəlkə mən də bacararam inancını yaradır. Tamamilə. İkinci strategiya isə daha şəxsidir.
kiçik qələbələr əldə etmək, dəyişimin mümkün olduğunu nəzəri olaraq bilmək başqa şeydir, onu öz təcrübənizdə, öz bədəninizdə hiss etmək tamamilə başqa şey. Özünüzə bunu sübut etməlisiniz. Bəli, Məsələniz 20 kilo arıqlamaqdırsa, bu çox böyük və qorxuducu bir dağ kimi görünə bilər. Amma ilk addım olaraq sadəcə şəkərli içkiləri kəsərək bir həftəyə yarım kilo arıqlasanız, bu sizin üçün canlı bir sübutdur. kiçik bir qələbədir, amma çox önəmlidir. Bax, mən bunu etdim, deməli dəyişə bilirəm. Bu kiçik zəfərlər daha böyük çətinliklərin öhdəsindən gəlmək üçün lazım olan inamı və momentumu yaradır. Bəli, hər kiçik qələbə beyninizə idarə məndədir, mən dəyişə bilirəm siqnalını göndərir. Və bu inanc möhkəmləndikcə digər bütün strategiyaları tətbiq etmək də qat-qat asanlaşır. İnanc bütün bu mexanizmin yanacağıdır. Gəlin onda əldə etdiyimiz bu dəyərli alətləri ümumiləşdirək. Öyrəndik ki, vərdişlər sadəcə pis hərəkətlər deyil, beynimizə həkk olunmuş 3 hissəli bir döngüdür. İşarə, rutin, mükafat. Düzdür. Onları yox etmək əvəzinə qızıl qaydanı tətbiq edərək sadəcə ortadakı rutini dəyişdirməliyik. İradə gücümüzün məhdud olduğunu qəbul edib, bunun əvəzinə kiçik, gülünc dərəcədə asan addımlarla başlamalı. Kilit vərdişlər tapmalı. Bəli, bütün həyatımızı dəyişə biləcək kilit vərdişlər tapmalı və ən əsası mühitimizi özümüzə qarşı yox, özümüz üçün işləyəcək şəkildə dizayn etməliyik. Və bütün bunların təməlində kiçik qələbələr və sosial dəstək vasitəsilə qurduğumuz sarsılmaz bir inanc dayanır. Dəyişim mümkündür. Möhtəşəm xülasə. Və mən sizi düşünməyə vadar edəcək son bir sualla baş-başa buraxmaq istəyirəm. Bu prinsipləri artıq bildiyinizə görə bir anlıq dayanıb düşünün. Həyatınızın hansı sahəsində bilərəkdən, şüurlu şəkildə bir kilit vərdişi yaradıb, onun domino effekti ilə digər sahələri zəncirvari şəkildə necə yaxşılaşdırdığını bir təcrübə kimi, bir alim kimi kənarda müşahidə edə bilərsiniz. Bu, sadəcə bir vərdişi dəyişmək deyil, öz həyatınızın memarına çevrilmək üçün bir fürsət ola bilər.